Salam aleykum YouTube kanalımın izləyiciləri. 5 sotun içində 2 mərtəbə 5 otaq plusdakı mansar. Həyət evi çıxıb. 5 sotun içində həm evin, həm torpağın sənədi, kupçadır dostlar. Evin arxasında göstərəcəm. Evin arxasında da bağı var. Evin buradan da girişi var içinə və arxa hissəsindən də hamısını göstərəcəm. Qabaq görürsünüz də evin fasatı ağlayla yığılıb, bütün hər yer. Ağlay hasarların da araları qabancıq daşlardır. Hamısı bahalı daşlardır dostlar. Bir 7-8 il bundan qabaq bir 100 minə yaxın pul istifadə olunub tikilişinə. Göstərim sizə. Baxın, bura qapısıdır. Giriş qapısı. Pultla asılıb bağlanan jalüzüdür. Evin arxasında da bağı var. Bağın da arxası dostlar magistral yoldur. Video sona qədər baxın. Pəncərədən göstərəcəm sizə magistral yolu. Dekorativ ağaclardır həyətdə. Çox gözəl yerdə yerləşir. Videonun sonunda dostlar deyəcəm sizə bütün məlumatları. Baxın, 500 kvadratdır evin yaşayış sahəsi. 500 kvadratdır. Burada evin dostlar bağ hissəsidir. Baxın. Bağ hissəsidir. Bağında manqalisi hamısını göstərəcəm. Bağa dostlar giririk buradan. Bağ hissəsi. Maşınların da səsini yəqin ki eşidirsiniz. Magistral yol. Gecə vaxtı da gəlsəz, bax bu hasarların üstü hamısı işıqlardır. Qəşəng yanır, özünüzü nə bilim harda hiss eləmək istəsəz o cürünə adama əhval-ruhiyyə verir də dostlar. Baxın bura. Burada evin bağ hissəsidir. Arxası. Buradan da o tərəfə magistral yol dostlar. Yəqin ki maşınların səsini eşidirsiniz. Çox gözəl evdir. Baxın, atdım radnoy kameraya. Görəsiniz. 2 dənə balkonu var. Qabaqda. Bu otağınki ayrı, bu otağınki ayrı. 2 dənə də qabaqdadır. Biri mansarındır, biri də ikinci mərtəbənin öz balkonudur. Həyətdə də meyvə ağacları var dostlar. Təzə çiçəklərini görürsünüz. Manqalisini göstərəcəm sizə. Kombi otağını göstərəcəm və evin giriş hissəsini göstərəcəm sizə dostlar. Baxın. Buradan da evin içinə girmək olur. Plusdakı burada jalüzlü yerdir. Bastınız bura bağlanır girişi. Burada məsələn sonlandıra bilərsiniz. Bura kombi otağıdır. Bura əl damısıdır. Bura manqalisidir, manqalxanasıdır. Bağı da buradan göstərim sizə. Dostlar baxın. Burada bağ. Evin arxa hissəsi. Keçək evə. Biz daha evin əsas girişindən yox, arxa hissəsindən giririk evə. Buyurun dostlar, bura zaldır. Nə gördünüz, hamısı qalır. Birinci mərtəbə obşey isti poldur, radiatorlar var, hər bir şey var. 1, 2, 3, hamısı beton monolitdir. Baxın, göstərim sizə zalı. Böyük bir zalı var, listurlar bahalı listurlardır. Baxın, böyük bir zaldır. Və yenə deyirəm, isti poldur birinci mərtəbə. Əsas giriş hissəsi bu seyf qapıdır. Burada bir yataq otağıdır. Burada hamam tualetdir. Burada da mətbəxi göstərim sizə. Baxın dostlar, böyük bir mətbəxi var. Gördüyünüz kimi bahalı kafelərdir. Bunlar hamısı vaxt ikən bahalı şeylər idi. Buyurun dostlar. Bura mətbəx. Böyük bir mətbəxi var. İkinci mərtəbə və mansar çıxacam, hamısını göstərəcəm sizə. Bura birinci mərtəbənin hamam tualetidir. Görürsünüz. Burada bir yataq otağıdır. Dostlar buyurun. Bura birinci mərtəbənin bir yataq otağı. Deməli birinci mərtəbədə var zal, bir yataq otağı, hamam tualet, bir də mətbəx. Keçirik ikinci mərtəbəyə. İkinci mərtəbədə də 3 dənə yataq otağı var. Böyük yataq otaqlardır. Hamısını göstərəcəm. Baxın, mansara giriş yeridir. Buradan da düşürsünüz birinci mərtəbə. Burada ikinci mərtəbə. Gəlirik bura. Bura ikinci mərtəbə yataq otağıdır.
Böyük bir yataq otaqçısı var. Pəncərələr hamısı qara pəncərələrdir. Ağla arasında fərqləri bilirsiniz yəqin ki. Bura bir yataq otağı. Yer laminatdır. Evin bütün ara kəsmələri beton monolitdir. Bura ikinci mərtəbənin hamam tualetidir. Baxın. Bura balkondur. İkinci mərtəbənin balkonudur. Üzü qabaq tərəfə. Gəlirik bura. Burada da bir yataq otağı var. Böyük bir yataq otağı var dostlar. Düzdür 0.5 atmışam. Buyurun bu da 0.5'siz. Baxın. Otağın indi böyüklüyünü siz özünüz təsəvvür edin. Çox böyükdür. Burada da otaqda da bunlar qalır. Bunlar qalır. Televizor qalır. Gözəl şkafdır bu. Qəşəng. Promo divarın içinə yerləşdirilib. Magistral yolu göstərim dostlar sizə. Bir dənə baxın. Baxın. Magistral yol. Baxın. Maşınları görürsünüz. Maşınları. Yoldan belə deyək, yoldan ikinci ev bu evdir. Bu otağın bura balkon oldu. Və burada da bir otaq var. Bu otağın da balkonu ayrıdır. Bunu da göstərəcəm sizə. Dostlar burada da bir yataq otağıdır. Bu yataq otağı da böyükdür gördüyünüz kimi. Baxın. Çox böyükdür. Radyo kameraya çəkdim. Göstərdim. Buyurun. Təzədən atdım 0.5'ə ki rahat baxasınız. Burada da şkafdır. Yığılıb divarın içinə. Və buradan da ayrı. Bu otağın ayrı şeyi var. Balkonu var. Buradan da yolu göstərin. Baxın dostlar. Baxın. Səs eşidirsiniz yəqin ki. İndi keçək mansara. Mansarada göstərim sizə. Buyurun dostlar. Burada evin mansarı. Mansarına gəldik dostlar. Mansarında çox gözəldir. Bilyardı var. Baxın. Mansarın özü balkonu var. Hamam tualeti var. Televizor var. Kümaya baxmaq üçün. Divan kreslosu var. Burada bar yeridir. Baxın. Çox gözəl yığılıb. Burada mansarın hamam tualetidir. Və burada keçirik buradan da balkona. Qabaq tərəfə. Deməli dostlar, ev 500 kvadratdır. 5 sotun içindədir. 5 otaq, plusdakı üstü mansar. Giriş, Maştağanın girişidir. Belə deyək, Maştağanın girişində 5 sotun içində 5 otaq, 500 kvadrat. Qiyməti 315.000 manatdır. Nağd alıcıya qiymətdə indirim olunacaq sənədi. Evində, torpağında kupçası var dostlar. Nağd alıcıya qiymətdə indirim olunacaq. 315.000 startı qiymətdir. Belə deyə baxın, bura ikinci mərtəbə idi. Təkrar göstəreyim. Burada bir yataq otağı idi. Burada bir yataq otağıdır. Burada da bir yataq otağı. Hamam tualet, balkon. Balkon, bir də balkon. Dostlar sağ olun, salamat qalın.